Çağrılışыбызны devam etəbiz. Qazan Kooperativ İnstitutunda iftar aşı uzdu. Məcliske Tatar ziyalıları, televiziya veteranları, Elki rayonu Yaqtaşlıq Cəmiyyəti üsüşünə ilişkirtkən din, sənğət, mədəniyyət əhəlləri, xizmət veteranları çağırılğan idi. Tolaraq Fənnur Xasanov video yazmasında. Allahu Ekber. Qazan Kooperatsiya İnstitutu rektoru Mərhəmət Milasirdi, Tataristan Dövlət Soveti Xатын-qız deputatları uyuşması reisi Alsun Əbiyeva hər kimni sələmləb məclisini açıb jiberdi. Rüstəm Həzrət Vəliyullin vəğəzlər söylədi. Qur'an surələrin yanğıratdı. Məclisdə Elki, Arşa rayonu imamları qatnaşdı. Tataristan Məğarif həm Fən Ministri orunbasarı Minzəliyə Zakirova, Bütün Dünya Tatar Kongresi Başqarma Direktoru Daniş Şakirov, Qazanın Abdullah Aliş isimindəki gimnaziya direktoru Rəhimə Arslanova, abroylu şəxslərimiz Tataristan Fənlər Akademiyası akademiki İndus Taxirov, tanılğan ғəlimələr, tabiblar, rəssam artistlar, şair-şairələr, gümumən hər kim şın yürekten şıqqan fikirlərin jitkirdi. Şunday bayram, birga jilib, birga silashib, fikir yuritib, shunday bir yil ichida bo'lgan shunday charalar turida silashib, ketgan kishilarni esga olib, shunday bek motor kishi. Roza tutup bilan bizning dinimiz şekillenmi, bigrak da bizim xalqimizning g'urbatlari şekillenmi. Albatta, amma shunday dahi ravishda o'quv yurti fonunda, o'quv yurtining binosi içinde ağız açtırу bigrak da zo'r bizning millatimizning olg'a ketishine zo'r impuls bo'lacak deb ko'raman. Ham bu misolni, bu o'rnakni boshqa o'quvlarda ta'sirlar bek yaxshi bo'lar edi deb ko'rib qolamiz. Tataristan televideniyesi veteranları Elmira Hammatova, Liza Gidullina, Flora Bekmurzina, Lilian Nigmatova, Daniya Gayazova, Naila Yaxina, Enes Hasanov, Indus Sirmatov, Xabir İbrahimovlar, tanılgan jurnalistlar, blogerlar qatnaşıb bayram uyushtiruvchilarga o'z rahmatlarini jitkirdilar. İftar münajatlar xalq əsərləri bilan o'rilib bordi. Bugungi kun bek motor. Hem nindidir aytib bitirgisiz hisler uyata o kun. Bigrekte mene biz uchrashdik. Birga ishlay turgan televideniya kishilar bilan uzoqqina ko'rishmaycha. Bu da bek rahat, motor, bek ko'ngilli ish. Bunda qortlar da var, yeşler de var, bek yeşler de var. Bu meclis şunu ko'rsatadi. Bizning bulay bo'lgan vaqtda milletimiz yaşay. Bizning milletimiz birden. Şuna göre mana bunday meclisler mümkün xatli ko'proq bo'lsa niye? Tatar halkı yokka gına bir ışraşı üze bir gımır deyip aytmi. Işraşıp görüşüler, fikir alışılar, fotosuratga düşüler her kimnin köngülünde uzak saklanır. Qazan Kooperativ İnstitutunun Tatar medeniyeti üzəgi jitekçisi Flora Abdullina iftar meclisini uyuşturup alıp barışı işin başkardı. Fənnur Xasanov, İldar Gələuddinov, Tataristan yanılıqları.